Maraqlıdır. 3 saat, yarım 4 saat gəlib belə buralarda gəzmək maraqlıdır həqiqətən. Niyə maraqlıdır? Təzə yer də qardaş. Burada daha maraqlıdır. Belə köhnə evlərdir. Gör nə qəşəng evlərdir. Bax, köhnə evlər. Orada da zayçik var. Ona görə yaxından gedib göstərək. Girin palçığa. Ay, su pərsisi da var burada. Divarın üstündə çəkimlər. Görürsünüz, orada su pərsidir bu. Bu da bir dənə dovşandır. Hə, dovşan. Belə şey budur. Abi, saat 2 olur. Telefonumun da zərərtkəsi 27%-dir. Gəl biraz telefonu zərərtkə qoyaq, fırlanaq, nə ayıraq. Uşaqlar deyilənlərə görə Maşa i Medveddəki canavarlar buradaymış. Maşa i Medveddəki o canavarlar var, iki dənə. Onların maşınıdır. Nətərdir? Qəşəkdir. Dayı gəlir görək necə çəkə bilərik. Salam, hər vaxtınız xeyir olsun. Salam. Azərbaycan dilini bilirsiniz? Bilmirsiniz. Ha, mən burada YouTube üçün video çəkirdim. Video. Hə, dedim ki, sizdən intervyu götürərdim. İntervyu. Amma bilmirsiniz Azərbaycan dilini? Yox. Sağ olun. Sağ olun, sağ olun, sağ olun. Azərbaycan dilini bilmir bəy. Demək, bu canavarları siz bəsləyirsiniz Ayday, hə? Bu canavarlar sizin demək. Okey. Çəkirəm sizi, buyurun. Adınız nə oldu, xanım, üzr istəyirəm? Çox gözəl. Mən sizi təbrik edirəm bir daha Qadınlar Bayramı münasibətilə və siz çox şirinsiniz və çox gözəl görsənirsiniz. Sizi çox istəyirəm. Çox sağ olun. Sağ olun. Nə deyə bilərsiniz? Nə demək istəyirsiniz izləyicilərimizə? Hamıya deyirəm ki, женщинам всем поздравляю с 8 mart'ın. Çox sağ olun, təşəkkür edirəm. Bunlar biraz Proxladna küçəsi gedir. Doğrudan onda təşəkkür edirəm. Çəkə bilərəm sizi də. Çəkmək olar? Problem olmaz sizə? Problem yoxdur, narahatçılıq yoxdur. Buyurun, sizin də bayramınızdır. Yaxşı, tamam. Heç bir problem yoxdur. Təşəkkür edirəm, təşəkkür edirəm. Təşəkkür edirəm, sizin də bayramınız mübarək. Onda mən düz istiqamətə gedim. Uşaqlar, bu arada bir söz deyim. Xanım həqiqətən də çox cana yaxın, çox səmimi xanım idi. Biz görüntüdən əvvəldə danışdıq, yəni videodan əvvəldə mən danışdım xanımla, vaxtını aldım. Çox həqiqətən şirin və cana yaxın bir xanım idi. Bayramlarını təbrik edə biləcəyimiz ən zəhmətkeş xanımlar, malakanlar ola bilər, deyə bilərik. Nəticədə bir dönəmin ən böyük imperiyasının təsərrüfat, kənd təsərrüfat işlərini məhz elə bu xanımlar görürdü. Belə necə hiss elədi, baxdı xanım. Demək, uşaqlar, birazdan indi bir dayı gələcək, İsmaildandır əslən və ondan bir balaca müsahibə götürəcəyik. Ona qədər mən sizə buranı göstərim. Burada Ohio Inn var. Çox qəşəng mənzərəsi olan bir kafe shopdur. Baxın, belə bir arxamızda zapı da var və kafemiz də burada yerləşir, gördüyünüz kimi. Burada çox qəşəng mənzərə var. İndi onun haqqında dayı ilə biri danışacaq biz. Vaxtınız xeyir olsun. Bir də görüşək dayıcan sizlə. Çox sağ olun, minnətdaram. Dayıcan, Allah razı olsun. Adınız necə oldu dayıcanız? Rahid. Çox gözəl, şad oldum. Mən adım Kamrandır. Dayıcan, YouTube kanalı üçün video hazırlayıram. Gəzirəm bölgələrimizi belə. Çalışıram ki, maraqlı konsept olsun, maraqlı kontent yaradım. Nə deyə bilərsiniz ümumiyyətlə burada, buranla bağlı, tarixi ilə bağlı? Belə siz burada yerlisiniz də? Bəli, buranın vaxtı ilə böyüklərin dediyinə görə. Bəli. O vaxt Yekaterina. Aha. Sürgün idi. Bunlar Malakan. Aha. Bunlar təmiz rus deyil, Malakan deyirlər. Var Azərbaycanda, bizdə İvanovka, Şamaxıda var, Cəllabadda var, Novopokatilovka, Sasnovka, hər yerdə var. Onlar Malakanlar da vaxt sürgün edib onları. Onlar çox çətin yaşayıblar Rusiyada gələndə, amma sonra rəhmətli Nikolay Vasilyeviç Nikitin. Oradan neçə illər kolxozun sədri oldu və yaxşı gün yaratdı bunlar. Çox işləyən millətdir kolxozda, savxozda. İndi də yeganə kolxoz bunlarınki qalıb. Hər yerdə kolxoz dağılır, amma Nikitin adına kolxoz qalır. Ay, sağ olun. Bunlar yaxşı millətdir. Biz Azərbaycanlılarla çox gözəl ünsiyyətdə olan millətdir. Çox gözəl. İvanovka, bura gözəl dağ. Mənzərəli yerdir, kəsəzildiyi. Həsən müəllimin
Sizin. Çox gözəl. Mənim adım Kamrandır. Şad Kamran oldum bəy, mən xoş sizə. gəldiniz. Çox sağ olun, Gəlin minnətdaram. içəriyə də. İçəriyə ya, əsas İçəri çəkiyor. Çəkək, siz Gəlin, çəkək. gəlin. Çox sağ olun, təşəkkür edirəm. Sizə YouTube. kofi verdilər. Çox sağ olun, minnətdaram. Çay, Yeni çay, gəlmişəm. Təşəkkür edirəm. Çox sağ olun təklif təşəkkürü üçün. başa düşürəm amma ya kofi veririk, ya çay veririk, ya da borş veririk. Hansını seçsin? Aha, Qonaqlara, oldu. birinci qonaqlara biz. Təşəkkür edirəm. Çəkiliş eləyəndə inşallah təşəkkür edirəm. Salam, hər vaxtınız xeyir olsun qardaş. Çalışırdım ki, biraz ayaqqabım palçıqlı düzülürsən. Adınız necə oldu üzr istəyirəm? Tərlan. Şad oldum. Mən onun Kamrandır. Çox gözəl mənim əziz qardaşım, uğurlar sizə. Deyərsiniz inşallah takipçiniz biri mənəm. Çox sağ olun. Bir takipçiniz Çox sağ olun mənim əziz qardaşım, minnətdaram. Bu Burada Katya Malakandır. Yəni Aha. bunda Ivanovkanın bir çeşid növlərindən biridir. Aha. Malakan olduğuna görə onun kiçik bir xatirəsinə aid şəkillərimizi yerləşdirmişik. Aha, çox gözəl. Burada yaşayan bir insan olub yəqin Yəni ki. Ivanovkada bəli yaşayır. Ay, sağ olun. Sağ olun. Yəni maşallah. Maşallah. Belə deyim, ixtisası sahəsi nə olub ümumiyyətlə bu Yəni, kanalın? Bilmirəm. Yəni, nə eləsə? Sadəcə Malakan olduğuna görə. Bu kənddə biraz Malakanlarla məşhurdur. Bəli, bəli, Ona bəli. görə biraz Ona şəkillərini görə. xatirə kimi saxlamışıq. Aha, əla, əla. Bu da ilk xarici qonaqlarımız, yəni birinci dünyadan, yəni xarici ölkələrdən gəlmiş qonaqlarımızdır. Aha. Məşhur içində Şevçenko da var. Rusiyadan. Şevçenko. Bəli. Yəni başqa da Misir olsun, Tayland, Almaniya, İtaliya, İspaniya. Aha, ölkənin bir çox yeri, dünyanın bir çox yerindən, ölkələrindən insanlar gəlib sizi ziyarət ediblər. İnsanlarla bir xatirə çəkib yerləşdirir. Allah, çox gözəl, çox gözəl. Bakıdan gələndə nə çəkdirirsiniz qardaşım? Mən Onu özünüzsünüz zaten. Sən qardaşım mənim. Onda buranın tarixi haqqında da biraz informasiya neçənci ildə, yəni 2020-ci ildə yaradılıb. Yəni sıfırdan tikili. Sahibkarlar xanım İsmayıldandır, Baskal kəndinin İsmayıllının. Cənab isə Cənubi Azərbaycanlıdır, Amerikan vətəndaşıdır. Aha. 2020-ci ildə müraciətlər pandemiya dövründə. Aha. Yəni kiçik bir belə bir qonaq evi yaradıblar. İndi də fəaliyyət göstərir. Çox gözəl, Həm əla. qonaq evi, həm restoran kimi istifadə edir. Bu arada bir şey deyim ki, belə deyim sizə çox sadə üslubdadır, amma çox da belə atmosferi çox gözəldir, möhtəşəmdir. Ay sağ ol. Ay. Sadə və çox gözəldir. Burada bəlkə maraqlı başqa bir şey yoxdur, O nə? tərəfə getmisiniz. Aşağı düşmədim açığı, yox Oradan düşməmişəm. keçə bir mənzərəli yer açılır. İstəsəz bir orada gedin. Demək uşaqlar sağ olsunlar həqiqətən də bu obyektin sahibi çox qonaqpərvər insandır. Təklif elədi mənə, amma mən otura bilmədim çünki biraz vaxtım az olduğu üçün mən çəkiliş eləyib getməliyəm. Aşağı sizə də baxmalıyam. Nə vaxt gəlsəz burada Ohio In Cafe belə bir yerdir. Gördüyünüz kimi bu Zapıdan tanıyacaqsınız zaten. Belə bir yerdir. Gəlib burada oturub qəşəng kofe içə bilərsiniz, çay içə bilərsiniz. Borş da verirlər hətta. Belə bir mətbəxlərində borş da var. Demək buranın açığı, buranı göstərim sizə. Demək buranı göstərim sizə. Çox güman ki kafenin nəzdində olan bir yerdir. Buradan içəri giriş. Bəlkə də soruşsan icazə verərdilər. Bağlıdır bura. Belə bir mənzərə açılır. Çox gözəldir mənzərə. Onu da qeyd edeyim. Buna baxın. İndi hələ dumandır. Dumandır, çəndir. O qədər də yaxşı görsənmir. Amma həqiqətən də buradan çox gözəl mənzərə var. Buna baxın. Çox gözəldir. İndi buradan aşağı doğru düşəcəyik. Görək aşağıdan maraqlı bir şeylər olmalıdır. Demək inşallah belə bir mənzərə var. Buna baxın. Çox gözəldir. Çox əla. Burada qardaşlar gəliblər istirahətə. Sağ olsunlar. Gəldi bir də məni tək qoymadılar. Gedib bir də baxaq görək. Abi nə təsiz, nə var, nə yox? Hər şey yaxşıdır. Adınız necə oldu abim məni? Sahil. Qardaşım adı Rahil. Rahil Sahil qardaşları. Əla. Çox gözəl abi. Belə. Demək, Rahil Sahil qardaşlarının mənzərəsindən sonra ikinci bir dənə mənzərəmiz belə. Amma çox gözəldir, həqiqətən də. Gəl burada kinodan zaddan çəkdə. Sizə göstərmək istədiyim yer bu qabaqda burada belə bir yer var. Belə konsey yerinə oxşur burada. Adama deyərlər ki, bu ağ ayaqqabıyla sən haralara basıb gəlibsən də qardaşım. Burada əsl çərşənbə, axırıncı çərşənbə axşamını burada keçirmiyorlar uşaqlar. Gəl burada özün üçün yığış, qəşəng. Uşaqlar yığ başı var. Çördən, çöpdən. Qəşəngdir həqiqətən də. Buran, bu dəmirlərin, incə oradakı qardaş dedi, menecer dedi, Ohio'nun meneceri dedi ki, bəs buraları düz, lazım deyil, belə şeylər lazım deyil inşallah.
Bura çox gözəl mənzərəsi var. Oy da, elə bil ki, abi, şeydəsən, təyyarənin içindəsən. Ona bax, əməlli başda. De oranı yaxınlaşdıraq. Oo. Heydər Əliyev limanının üstündəsən elə bil. Çox maraqlıdır. Hələ duman açılsa daha qəşəng mənzərə ola bilər. Biz haralardayıq qardaş? Haralara gəlib çıxmışıq? Ona bax, bir dənə uzadaq bunu. Buralar çox gözəldir axı. Buna bax. Çox. Səsimizə səs verdi. İnək idi qardaşım o. Abi nə demək istəyirsiniz izləyicilərə? Gəlsinlər belə yerlərdən istirahət eləsinlər özləri üçün. Allah kimi. Yaxşı yerdir. Prosta zamansız gəlmişik. Zamanı ölçüsüz gəlmişik ya. Amma bu da yaxşıdır. Gələni bir dənə TKV kofe götürsünlər özlərinə. Qəşəng. Oxuyodan. Demək, əzizlərim, sağ olsun uşaqlar. Təklif elədilər ki, Lahıca gedirik. Elə gedək, istəsən oralardan da bir kadrlar olsun sənin üçün. Biraz köməkli eləyək. Sağ olsun, uşaqların maşınından minəcəyik, maşınla gedəcəyik. Maşınımız budur. Gedəcəyik inşallah maşınla. Belə çalışacaq Lahıcanın da bir şeydə çəkək. Açıq mən bilmirdim Lahıca gedəcəyimi. Çünki axşama qayıtmaq istəyirdim. Sağ olsun da qismətdir. Uşaqlarla qarşılaşdıq. Belə. Uşaqlar çıxsın, maşına minək, gedək yavaş-yavaş. Belə. Hazırlaş gedirik qardaşım, hə. Ayrı yaz abi, hazırlaş. İstəsən ver, mən yazım, sənə kömək edeyim. Canın sağ olsun, ver. Təsəvvür edir. Əslində kanal zadı yoxdur, yalandan çəkiliş edirəm. Tapdım mən. Tapdın abi? 7 dənə video var. 7 dənə var. Hə, shorts da var. Shorts da var. 36-da adam mənəm. 36-cı səsin çox sağ ol qardaşım. Var olasan. Yəni yavaş-yavaş populyarlaşırıq. 36-cı adam Rahil qardaşımızdır. Abi Rahil düz dedim? Rahilə. Rahil qardaşımızdır, sağ ol abi. 37-cini gözləyirəm. Sahil olacaq elə. O da sahil olacaq. Sağ olsun, belə pozitiv qardaşlarla gedirik Lahıca doğru inşallah. Sağ olsun, qardaşlar təklif edir ki, gedirik Lahıca da gedək. Oradan da gedəcək Bakıya. Dedim, nə yaxşı. Getməyə maşınımız da oldu. Sağ olsunlar. Mən fikirləşirdim ki, buradan oraya getmək, oradan oraya getmək. Bağışla qardaşım. Lahıc bonusu oldu, həqiqətən. Lahıc mənə bonusu oldu. Mən ancaq açığı şey üçün gəlmişdim. İvanovka üçün gəlmişdim. Bu incə mənim gəldiyim yer idi. Bax, insan çəkməyə gəlmişik. Prosta bax, belə bir şeydir. Maltuyevski, Christian, Baptistov. Bunun girişi bağlıdır, hə? Ay, sağ olun, heç nə. Gəlmişdik ki, buranı çəkək, prosta içəyə girmək olmayacaq kilsələrinə. Bayramda, seyranda deyir, gəlirlərmiş bu Malakanlar. Buradan yüngülvara bir dənə götürək. Belə. Kilsəmiz bu qədər imiş. Bu arada Rahil ilə Sahil sənin yerlərindir, qardaşım. Zəllabad uşaqlarına eşq olsun. Mənim ən yaxın dostum Mübariz, Zəllabaddandır. Rahil, Sahil. Bizim kənddə bir məscid də var, prosta bunun adı Kesiyədir. İçində nə var, amma bilmirəm, maraqlıdır. Çox maraqlıdır. Şeydə İstanbulda olubsa, abi, İstanbulda çox qəşəng kilsələr var. San Antoine kilsəsi var, çox maraqlıdır da, belə işi geniş. Heç nə abi, Allah ziyarətimizi qəbul eləsin, gedək. Gedək yavaş-yavaş. Qalqan vuracaq. Yavaş-yavaş. Heç nə qardaşım, gedək inşallah. Lahıca gedir ya inşallah. Istiqamətimiz Lahıc.